Bir daha çəkiliş etmək istədim əzizlərim. Hardan? Yenə də bildiyiniz kimi Fransadayıq, Parijdəyik və 5 ulduzlu oteldəyik. Bunu bizə Forever Living təşkil edibdir. Əzizlərim, mən yenə də buradan paylaşım etmək istəyirəm ki, dostlar, Forever Livingdə çalışmaq istəyənlər düşünməsinlər ki, bizi bir çox firmalardan dəyişik salmasınlar. Bəzən bunu deyirlər, biraz öncə bir də bunu mənə yazıbdı. Bunu deyirlər, elə deyil. Mən sizdən çox xahiş edirəm. İşə ehtiyacınız varsa, doğrudan da işə ehtiyacınız varsa, doğrudan da əhatənizdə sevdiyiniz dostlar yoxdursa, təksinizsə, gözəl dostlarla olmaq istəyirsinizsə, çox gözəl həyat tərzi, ən başlıca sağlam həyat tərzi keçirmək istəyirsinizsə, kilonuz çoxsa kilonuz azalacaq, sağlıq probleminiz varsa ortadan götürüləcək, depressiya varsa aradan qaldırılacaq. Bu kimi bir çox insan həyatında lazım olan hər bir şey var Forever'da. Bilirsiniz niyə? Biz bəzən bunu deyəndə bunu verən Forever deyil, dostlar. Bunu verən Forever komandadır, Forever'ın komandasıdır. Yəni sənin bir düşüncə altı, şuur altı sağlığın yoxdur, bunu bərpa edirik, depressiyan var, kömək edirik, bərpa edirik, işə ehtiyacın var, pula ehtiyacın var, bunu bərpa edirik. Bəzilərinin pulu var, deyir ki, mən səyahət istəyirəm, tək gedə bilmirəm məsələ yəni. Bunu edirik, yəni göstəririk yolları, qazanırsınız bizim kimi. Pulsuz Fransadayıq bugün. Yəni hər tərəfli Forever yaxşıdır və ən başlıcası qazanmaq olar. Qazanmaq olaraq mən 15 il bundan öncə Forever'ı tanıyanda 200 manat alan bir xanım idim dostlar. Bugün mən onun 20-30 qatını alıram. Düşünün, hesablayın. Yox, 20 qat nə deməkdir? 4000 yox dostlar. Daha çoxunu alıram. Daha çoxunu 40 qatını, 50 qatını alıram. Yəni Forever'da var da bu. Siz nəyi düşünürsünüz ki? Niyə düşünürsünüz ki? Bax, bu videonu paylaşan hər kəs bizim güclü komanda olduğunu bilin. Zəng edin, gəlin görüşək. Biz işin strategiyasını öyrətmirik təkcə. Yanınızda olub hər addım atmanızı öyrədirik. Ta ki bizlər kimi uğurun yolun bildiyinizdə özünüz davam edənə qədər. Amma onda da yanınızdayıq. Siz arayın, videonu paylaşan hər kəsi arayın, gəlin görüşək. Şəhərdəkilər gəlsin, ofisdə görüşək, rayondakilərlə də online görüşürük zaten.